Göndərilən linkə keçid et, məlumatlarını yaz və sənin üçün ayrılan birdəfəlik sosial yardımı əldə et. Üstəlik, güya mesajlar Dövlət Sosial Müdafiə Fondu tərəfindən göndərilir. Son günlər sosial şəbəkələrdə dələduzlar tərəfindən bu cür elanlar geniş yayılıb. Onlar şəbəkə istifadəçilərinə də linklərə keçid etmək üçün çağırışlar edirlər. Sosial fonddan 3000 manat məbləğində yardım ala bilərlər. Müraciət aprelin 10-una qədər təqdim edilməlidir. İnformasiya kommunikasiya texnologiyaları üzrə mütəxəssis Coşqun Mehdiyev deyir ki, həmin linklərə daxil olub şəxsi məlumatlarını yazan vətəndaşlar sonradan dələduzların qurbanına çevrilirlər. Bu cür elanlar ciddi təhlükə yaradır. Çünki burada dələduzların əsas məqsədi insanların etibarından istifadə edərək şəxsi və maliyyə məlumatlarını ələ keçirməkdən ibarətdir. Rəsmi qurumların səhifələrinin və yaxud da ki, saytlarının bir oxşarlarını hazırlamağa çalışırlar. Vətəndaşlarımız bu mövzulara diqqətli olmalı və sadəcə təsdiqlənmiş rəsmi dövlət qurumları və yaxud da ki, bankların rəsmi səhifələrindən bu elanlara yönəlməlidirlər və tanımadığı linkləri, tanımadığı insanlardan gələn mesajlardakı linklərə keçid etməməlidirlər qətiyyən. Rəsmi saytlar və təsdiqlənmiş səhifələr xaricində bu tərzdə yayılan yardım kampaniyaları bir mənalı olaraq dələduzluqdur və vətəndaşların daha diqqətli olmağa çağırılır. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirildi ki, bu cür məlumatlara inanmamaq və bu halların qarşısını almaq üçün vətəndaşlara diqqətli olmaları tövsiyə olunur. Vətəndaşlara internet resurslarındakı cəlbedici təkliflərə və şirnikləndirici vədlərə qarşı diqqətli olmağı, əmin olmadıkları səhifələrə və linklərə keçid etməməyi, bank kartı və şəxsi məlumatlarını heç kimlə bölüşməməyi tövsiyə edirik. Belə hallarla rastlaşdıqda isə Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə, eləcə də sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər. Dövlət Sosial Müdafiə Fondundan isə bildirildi ki, sosial şəbəkədə paylaşılan video məlumat həqiqəti əks etdirmir. Bütün məlumatla tanış olmaq üçün izləyicilər profildəki linkə yönləndirilir ki, bu da dələduzluq yolu ilə onların kart məlumatlarını, nəticədə pul vəsaitlərini ələ keçirmək məqsədi daşıya bilər. Vətəndaşlar həmin saxta məlumata aldanmamalı, təhlükəli linklərə daxil olmaqdan çəkinməlidirlər. Turqan Əliyev, Əli Cəfərov, Xəbər Ertəsi.